ki, A və B müsbət tam ədədlərdir və bizdən burada B-nin ala biləcəyi ən kiçik qiymətin nə olduğunu soruşur. Öncə biz bu mötərizələri vurub atsaq, belə bir ifadə alırıq. AB çıxılsın 4A, üstə gəlsin 5B, çıxılsın 20, bərabərdir AB üstə gəlsin 20-yə. Və burada AB-lər islah olur, çünki biri bərabərin digəri üzrünə keçsək mənfi olmuş olur və buradan belə bir ifadə alırıq. 5B çıxılsın 4A bərabərdir. Bu 20 ilə keçsək bu üzrə alırıq 40. İndi seçmə üsulundan baxıb tapa bilərik ki, burada B-nin ala biləcəyi ən kiçik qiymət nə olmalıdır? Öncə gəlin A-ya baxaq. Məsələn, A-nın yerinə biz 1 qoysaq, 4-ü bu üzrə keçsək, alırıq ki, 44. Məsələn, 5B bərabərdir 44-ə. Biz burada demişdik ya, A və B tam ədədlər olmalıdır. Buradan amma görürük ki, B-ni tapsaq kəsir alınır. Demək ki, A-nın bir qiyməti ödənmir. Bu qayda ilə tapsaq görürük ki, ən yaxşı halda sağ tərəfdəki ədədin 5-ə bölünə biləcək ədəd olması lazımdır. Yəni A-nın yerinə elə qiymət qoymalıyıq. Buradan da biz bilirik ki, A-nın yerinə 5 qoysaq nə alınır? Alınır 5B, çıxılsın 4 vuraq 5 bərabərdir 40-a və buradan 5B-nin 20-ni keçidirəm bu üzrə alıram 60 və B bərabər olmuş olur 12. Deməli ki, B-nin ala biləcəyi ən kiçik dəyər 12 olmalıdır ki, bu deyilən şərti ödəsin.